Parasetamolun yüksək dozaları bədəndə toplana və kişilərdə aktiv sperma sayını azaldan toksik təsir göstərə bilər. Bu barədə Britaniyalı alimlərin araşdırmasında qeyd olunub. Bildirilib ki, gənc kişilər yaşlı nəslin nümayəndələrinə nisbətən demək olar ki, 3 dəfə daha çox sonsuzluq problemi ilə üzləşirlər. Onların fikrincə, zəif kişi məhsuldarlığının səbəbi məşhur ağrıkəsici parasetamolun istifadəsi ola bilər. Təxminən 1000 kişi üzərində aparılan araşdırmalardan birində bütün iştirakçıların sidiyində parasetamol konsentrasiyası məqbul səviyyələri aşıb. Tədqiqatçılar hormonal sistemi pozan digər kimyəvi maddələrlə birləşdirdikdə parasetamolun bədəndə toplana biləcəyini və sperma sayını azaldaraq uzunmüddətli zəhərli təsir göstərə biləcəyini irəli sürüblər. Bu iddianın doğruluğunu təsdiqləmək üçün sıçanlar üzərində sınaqlar aparılıb. Müəyyən edilib ki, parasetamol verilmiş və fetal testis toxuması ilə transplantasiya edilmiş gəmiricilərdə testosteron istehsalında azalma müşahidə edilib. Maraqlıdır ki, həkimlərin əksəriyyəti həmkarlarının bu fikri ilə razılaşmırlar.